Ücub insanın inkişafına manedir. İnsanın nöqsanı görə bilməsi onun dəyişiminin ən önəmli başlanğıc nöqtəsidir. Niyə? Təsəvvür edək bir otağa daxil olmuşuq və biz o otağa daxil olan zaman həmin otaqda bir nöqsan və eyib görmürük. Təbii ki, belə olan təqdirdə həmin otağın təmirə ehtiyacı olduğu fikrinə də biz gəlməyəcəyik. İnsan nə zaman bir otağın təmirə ehtiyacı olması fikrinə gəlir? O zaman ki, mən daxil olduğum bir otaqdan bir nöqsan görəm, bir eyib görəm. Burada rəng solub, orada nə bilim divar cızılıb, burada tavan əyridir. Bu tərəfdə məsələn ayağımızın altında bir hansı eniş yoxuş var. Yəni bir nöqsan görülməlidir ki, həmin nöqsanın bərtərəf olması üçün insan addım atsın. İndi mən ev misalını və ya otaq misalını buldum. Bunu hər bir sahədə tətbiq etmək mümkündür. Təsəvvür edək, bir insan bir əsər yazır, bir roman yazır, nə bilim bir esse yazır. Nə zaman orada yazılanlara düzəliş etmə ehtiyacı duyur? Yazdığında bir nöqsan görəndə, artıqlıq, əskiklik və ya hərf səhvi və ya məna səhvi, mövzu səhvi görən zaman dəyişiklik olunmasının qərarına gəlir müəllif. Yoxsa ki, heç bir nöqsan görülmədiyi təqdirdə bir dəyişiklik eləməyin mənası olmur. Yəni insan bu qərara gəlir. Bizim daxili dünyamız da bu cürdür. Biz insanlar əgər öz münasibətlərimizdə, öz düşüncələrimizdə, öz rəftarlarımızda və həyatımızda müxtəlif səbəblərdən bir nöqsan görə bilmiriksə və ya görmürüksə, bu zamanda biz dəyişmək fikrində olmayacağıq. Yadıma bir hədis düşür. Məşhur hədislərin birində imamlarımızdan nəql olunur ki, ücub insanın inkişafına manedir. Yəni ücub insanı inkişafdan saxlayır. Ücub nədir? Ücub insanın özünə heyranlığıdır. Özündə hər bir şeyi yerində görmək və özündə heç bir nöqsanın, əməllərində heç bir səhvin olmaması inancında olmasıdır. Doğrudan da belə bir insan heç zaman inkişaf haqqında düşünə bilməz. Belə bir insan heç zaman irəliləyiş barədə düşünə bilməz. İlk olaraq insanın inkişafının, dəyişiminin kökündə duran mühüm məsələ insanın nöqsanı, eybi, xətanı və səhvi görə bilməsidir.